Bayaq sən gələndə çəkilişə, dedin ki, belə olur da insanlar gənc nəsli bəyənmir. Oturublar belə qısa-qısa yufkalarda, adam keçir, heç ayağa da qalxmırlar. Yox, ayağa qalxmağı yox, bir üstünü örtün, bir abrı. Heç mən bir yana oturublar. Mən sənə dedim, nə dedim? Dedim sən mənə dedin ki, sən mənə intervyu almaya gələndə, onda mən səni birinci dəfə görürdüm. Nə bilirdin ki, sən məndən soruşsaydın, orada nə deyəcəydin? Mən gələndə müsahibə almağa, elə ondan da qısa yufkadaydım. Yəni həmişə elə geyinirdim də. İndi yaş keçdikcə artıq biraz belə elegant. Və özün necə baxırsan? Çox yaxşı. Elə geyinməyə. Və o məsələn yanından bir adam keçəndə bir heç olmasa bir söz var, bir mirçəylənməməlidir ki, bir nəsə olmamalıdır o səncə? Yox. Yox. Mən çox şadam ki, bəlkə kimsə deyir, çuşka. Deyirsən, mən razıyam o çuşkan oldu. Mən çox sevinirəm, Bakı kəndlərində dostlarım var. Onlarla oturanda elə deyirəm ki, öz qabımdayam. Öz, məsələn, o görmək istədiyim mühitdəyəm. Bax, oturub belə, çox-çox üzr istəyirəm, keçinəm. Baxırlar özümə, bunu bir aşağısa, bunu nə qazandın sən göstərməyinə və yaxud da ki, mən keşirdə doğulub böyümüşəm. Hər iki tərəfim ikisi də kəndçidir. Bərdə tərəfdən də, atamgil tərəfdən kəndçiyəm. Bakı tərəfdən də, anamgil tərəfdən kəndçiyəm. Bir ucum keşlər, bir ucu şuvalan, qələlər, hamısı. Biz belə şey görməmişik də. Narkomanı tində oturardı, bir qadın keçəndə, bir qoca ahıl keçəndə ayağa durardı. Bu başqa bir şey. Bax, indi sən deyirsən ayağa dursun. Burada ofisdə nə qədər adam var? Ayağa durmağı lazım deyil. Mən o koridordan elə bir güllə ilə kimi keçdim ki, sadəcə olaraq bir, yəni bir kişi xeylağı gəlir oradan. Ağ saç bir, qoca da olmaz. Bir, yəni bir təsir eləmədim, yəni ki, bir böyük. Atasının yanında elə oturarsa, o başqa məsələ. Ümumiyyətlə, sən bir söz deyim, bu sözə görə məni qınasalar da, qınamasalar da, bu saat elə bir vəziyyət gəlirsə, dostlarım da arasında deyirəm, hər kəsin gəlir öz ailəsinin qeyrətini çəksin. Sən heç kəsin qızına deyə bilməzsən, bu nə mimidi giyinmişsən. Əgər onun atası, anası, qardaşı, evlə yoldaşı elə buraxırsa, sən onu heç nə deyə bilməzsən. Bax, mənim mövqeyim odur. Amma gəncliyində heç reaksiya vermirdin. Gözəl görsənir, indi də gözəl görsənir, amma lazım deyil. Sən gənc olanda reaksiya vermirdin ümumiyyətlə. İnsan nə qədər açıq da geyinir. Mən gənc olanda, vallahi o qədər açıq giyinilmirdi.